Salam hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugün sizinlə yeni bir mövzu izahına baxacağıq. Bugünkü mövzumuz feilin qrammatik məna növləridir. Feilin qrammatik məna növlərini keçməmişdən qabaq subyekt, obyekt məsələsinə baxaq. Nədir subyekt? Subyekt iş görən bir şəxsdir. Obyekt üzərində iş görülən bir əşyadır. Deməli, subyekt və obyektin qarşılıqlı münasibətinə görə feilin qrammatik məna növləri yaranır. Feilin qrammatik məna növləri aşağıdakılardır. Birinci, məlum növ. İkinci, məchul növ. Üçüncü, qayıdış növ. Dördüncü, qarşılıq, birgəlik növ. Beşinci, icbar növ. Altıncı, şəxssiz növ. Deməli, feilin qrammatik məna növlərinə subyekt və obyektin qarşılıqlı münasibətindən feilin qrammatik məna növləri yaranır. Deməli, birində subyektin məlum olması, digərində subyektin məlum olmaması, digərində subyektin və yaxud da obyektin özlərinin iş görməsi və yaxud da qarşılıqlı bircə işin görülməsi və yaxud da işin kiməsə görülməsi baxımından feilin qrammatik məna növləri yaranır. Feilin qrammatik məna növlərindən gəlin birinci bunların şəkillərini yazaq, sonra ayrı-ayrılıqda hər birinə baxarıq. Məlum növün xüsusi bir şəkilçisi yoxdur. Məchul növ və qayıdış növlərinin şəkilçiləri I+4, N+4 bir də N şəkilçisidir. Qayıdış növ və məchul növün. Qarşılıq birgəlik növün şəkilçisi Ş+4 bir də Ş şəkilçisidir. İcbar növün şəkilçisi D+4 T şəkilçisidir. Şəxssiz növün şəkilçisi I+4 bir də N+4 şəkilçisidir. Deməli, başlayaq digərlərindən baxmağa. Bir şeydə yadda saxlayaq ki, feilin qrammatik məna növlərinin hər birinin şəkilçisi leksik şəkilçilərdir. Başlayaq məlum növdən. Məlum növ haqqında məlumat verək. Məlum növ nədir? Feilin qrammatik məna növ olan məlum növün şəkilçisi, yəni xüsusi bir şəkilçisi yoxdur. Yəni bu demək deyil ki, məlum növü yaranmasında hər hansı bir leksik şəkilçi ola bilməz. Yəni özünün xüsusi bir şəkilçisi yoxdur. Digər növlərdən fərqli olaraq məlum növdə işi görən subyekt məlum olur. Məsəl üçün nümunə yazaq. Bir şeydə yadda saxlamaq lazımdır ki, feilin qrammatik məna növlərində birinci bu qayda ilə getməliyik, şəkilçini tapırıq. Şəkilçi məsələsinə baxırıq. İkinci, təsirli, təsirsiz feil olmağına baxırıq. Üçüncü, mənasına baxırıq. Mənası. Deməli, ardıcıllıqla bu qaydaları yerinə yetirdikdən sonra biz qrammatik məna növünün doğru və yaxud da yanlış olduğunu bilə bilərik. Əgər biz mənasından baxıb yuxarı doğru getsək, yəni birinci mənasına baxsaq, bu artıq bizi yanılda bilər, yanlış çıxa bilər. Gəlin məlum növdən başlayaq, ardıcılıqla gedək. Dedik ki, məlum növdə subyekt işi görən məlum olur. Xüsusi bir şəkilçisi yoxdur, özünün xüsusi bir şəkilçisi yoxdur. Məlum növ digər qrammatik məna növlərindən fərqli olaraq sadə ola bilər. Yəni, digərləri sadə ola bilməz. Niyə görə? Çünki digərlərində I+4-dür, N+4-dür, Ş şəkilçisidir. Onlar hər biri leksik şəkilçisidir. Əgər sözdə leksik şəkilçi varsa, bunun sadə olma ehtimalı yoxdur. Ya bunlar düzəltmə olur, ya da mürəkkəb olur. Deməli, məlum növ digərlərindən fərqli olaraq birinci sadə ola bilər, düzəltmə və mürəkkəb olur. Gəlin nümunələrə baxaq. Məsəl üçün yazaq. Get. Olursa sadədirsə, deməli, məlum növdədir. Yazaq. Başlamaq. Başla. Düzəltmədir. Və yaxud da yazaq. Kömək etmək. Mürəkkəb. Deməli, məlum növ olursa sadə, düzəltmə və mürəkkəb olar. Əsasən də sadəni yadda saxlayıb, çünki digər qrammatik məna növləri sadə olmaz, düzəltmə və mürəkkəb olar. İkinci bir məsələyə baxaq məlum növdə. Məlum növ adlardan da yarana bilər, amma digərləri, feilin qrammatik məna növləri feildən düzəlir, feildən yaranır. Məlum növ adlardan düzələ bilir. Düzələ bilir. Həm adlardan, həm də feillərdən də yarana bilir. Feillərdən də düzələ bilər.
Nümunələrə baxaq. Məsəl üçün, bayaqların başda yollamaq, yol sözün kökü, yollamaq. Deməli, məlum növdədir və yaxud da yazıram susturmaq. Susmaqdan susturmaq feili yaranır. Deməli, məlum növdə olan feillər adlardan, bir də feillərdən də yarana bilər. Gəlin nümunələrə baxaq. Yazıram ki, Əhməd dərsini oxuyur. İlk növbədə bizə lazımdır subyekt məsələsi. Burada dərsini oxuyan Əhməddir. Əhmədimiz məlumdur, bizim subyektimiz məlumdur. İkinci əsas növbədə feilə baxaq. Gəlin biz feildən baxaq, görək bu həqiqətən də məlum növdədirmi? Oxumaq sözün kökü, bu qrammatik şəkilçidir. Feilimiz sadədirmi? Bəli, sadədir. Dedik ki, məlum növdə olan feillər quruluşda sadə ola bilər, digərləri sadə ola bilməz. Deməli, oxuyur feili məlum növdədir. Burada saxlayaq, keçək digər məchul növə, digər növlərə baxdıqdan sonra biz yenidən məlum növə qayıdacağıq. Çünki ondan sonra tapmaq daha rahat olacaq məlum növü. Məchul növ. Məchul növün şəkilçisi I+4. I+4 bir də N şəkilçisidir. Məchul növdə işi görən subyekt məlum deyil, subyekt məlum deyil. Amma subyektin bərpası mümkündür. Burada bir məsələni də nəzərinizə çatdırım. Subyekt deyilərkən mübtəda anlayışı nəzərdə tutulmur. Yəni subyekt bərabərdir mübtəda deyil. Yəni subyekt məchul növdə vasitə tamlıq vəzifəsində çıxış eləyir. Məsəl üçün nümunə yazaq. Yazırıq ki, qapı açıldı. Biz feilin qrammatik məna növlərinə baxırıqsa, ilk növbədə feilin özünə baxmalıyıq. Niyyətlə açıldı, kök və şəkilçi ayırırıq, açıldı. Aha. Deməli, I+4 şəkilçimiz varmı? Bəli, var. İndi biz bunun şəkilçisini tapdıqdan sonra əsasən təsirli, təsirsiz məsələsinə baxacaq icbar növdə. Digərlərində şəkilçi bir də mənasına baxmağımız kifayət edir ki, bu feilin hansı qrammatik məna növündədir. Açıldı feilində öz şəkilçimiz var. İndi gəlin cümlədə mənasına baxaq. Görək, burada iş öz üzərində görülüb və yaxud da kimsə tərəfindən icra olunub mu? Qapı açıldı, bəli, qapı öz-özünə açılır mı? Qapını kimsə açır. Deməli, bu kimsə tərəfindən açıldı. Deməli, qapı kimsə tərəfindən açıldı. Və yaxud da bu kimsəni biz ümumi təsvir yaratmaq üçün qoyuruq. Bu əli də ola bilər, bəli də ola bilər və ya hər hansı bir şəxs də ola bilər ki, tərəfindən qoşması ilə bir yerdə işlənib subyekt ortaya çıxır və beləliklə vasitəli tamamlıq olur subyektimiz. Qapı kimsə tərəfindən açıldı. Yəni qapının açılmağı, kimsə tərəfindən açılmağı bizə məchuldur. Aha, gəlin baxaq burada qapı sözü nədir? Mübtədadır. Deməli, məchul növdə obyektimiz mübtəda vəzifəsinə çıxır. Yəni, buradan bu məsələ ortalıqdan qalxdı ki, subyekt bərabərdir. Mübtəda anlayışı hər zaman belədirmi? Xeyr, yanlışdır. Obyekt də mübtəda ola bilər. Məchul növlə yanaşı biz digər növə də baxaq, qayıdış növə baxaq ki, bunlar bir-birisinə daha çox oxşuyur. Qayıdış növ. Bunun da şəkilçisi I+4, I+4 nədir? Bəs bunlar eyni şəkilçi ilə yaranır. Bəs bunları necə fərqləndirəcəyik biz? Məchul növdə işi görən məchuldur, məlum deyil, amma bərpası mümkündür. Kimsə tərəfindən, yəni tamamlıq olaraq, vasitə tamamlıq olaraq çıxış eləyir və ortaya çıxır. Amma qayıdış növdə işi öz üzərində görür. Obyekt və yaxud da subyekt bu zaman obyekt də subyekt funksiyasını daşıyır burada. Məsəl üçün yazaq ki, gül açıldı. Açıldı. Feilimizə baxırıq. Açmaq sözün kökü açılmaqdır. Öz şəkilçisini gördünmü? Baxın, birinci şəkilçisini tapırıq. Sonra mənasına baxıram. Aha, gül açıldı. Mən deyə bilmərəm ki, gül kimsə tərəfindən açıldı. Burada gül özü açılır. Özü öz üzərində iş görür. Deməli, şəkilçini tapdıqdan sonra mənasına baxıram. Aha, mənası uyğundur. Bəli. Qayıdış növ nə idi? Qayıdış növdə subyekt və yaxud da obyekt öz üzərində iş görür. Öz üzərində iş görür. Mən bura kimsə tərəfindən gül açıldı deyə bilmərəm.
Aydınmı? Deməli, məhsul növlə qayıdış növün biz fərqini bildik. Məhsul növdə işi kimsə görür, məhsuldur, bilinmir. Qayıdış növdə isə işi öz üzərində görür. Gəlin oxşar digər nümunələrə baxaq. Yazaq ki, məsəl üçün elə bir nümunələr, elə bir feillər var ki, bunlar yəni ayrı-ayrılıqda hər iki növdə ola bilər. Məsəl üçün bəzəndi sözünə baxaq. Yazaq ki, otaq bəzəndi. Otaq bəzəndi. Bir də yazıram qız bəzəndi. Feillərimizi birinci şəkilçisini tapmalıyıq, kök və şəkilçi ayırıq. Bəzəmək sözün kökü, bəzənmək deyil, qrammatik. Bəzəmək sözün kökü, bəzənmək deyil, qrammatik. Deməli, hər ikisində leksik şəkilçilərimizi görürük. N-ları, N şəkilçisini görürük. Aha, deməli, indi biz bunun mənasına baxaq. Otaq bəzəndi. Otaq öz-özünə bəzənə bilməz. Otaq kimsə tərəfindən bəzənər. Deməli, otağı bəzəyən şəxs məhsuldur. Deməli, subyektimizi bərpa etmək olur. Deməli, burada bəzəndi feili məhsul növdədir. Amma digərində qız bəzəndidə isə buradakı qız öz-özünə bəzənir. Qız özü bəzənirsə, öz üzərində iş görürsə, buradakı bəzənmək feili nədir? Qayıdış növdədir. Saxla bənzəmət olmasın. Nə olur? Bir də feillərdə əsas məsələlərdən biri də lan-laş şəkilçiləri var ki, bunların parçalanması və yaxud da bütöv götürülməsi var. Gəlin o məsələyə baxaq. Çünki bunları biz düzgün şəkildə parçalaya bilsək, düzgün şəkildə hissələrinə ayıra bilsək, bu bizim köməyimizə gəlib çatacaq. Deməli, həmin şəkilçilərə baxaq, digər məna növlərini keçməmişdən qabaq. Deməli, lan üstü 2 şəkilçisi var, bir də laş üstü 2 şəkilçisi var. Yəni, bu formada qarşımıza çıxır, lan-laş formasında sözlərdə. Bunlar nə zaman bütöv şəkildə götürülür, bunlar nə zaman 2 hissəyə parçalanır. Əgər ladan sonra maqmək şəkilçisi artıra bilirəmsə, bu zaman la plus n olacaq. Həmçinin aşağıdakında da elədir. Ladan sonra maqmək artıra bilirəmsə, la plus ş olacaq. Bu formada, yəni 2 şəkilçidən ibarət olacaq. Yox, əgər ladan sonra maqmək artıra bilmirəmsə, maqmək deyə bilmirəmsə, bu zaman bu lan bütöv şəkilçi olacaq. Həmçinin buna da aiddir. Ladan sonra maqmək artıra bilmirəm. Deməli, laş bütöv formada olacaq. Gəlin bunlara aid nümunələr yazaq. Həmçinin lan, la forması və yaxud da la, laş formasına. Deməli, nümunə yazırıq. Yazıram ki, bağlanmaq sözünü yazıram. Bir də lovğalan sözü yazıram. Baxaq nümunələrə. Bağ sözün köküdür. Bağdan sonra bağlamaq deyə bilərəm. Yəni, ladan sonra maqmək artıra bilərəm. Deməli, la leksik şəkilçidir. Ladan sonra da bir maq deyə bilərəmsə, deməli, lan 2 hissəyə ayrıldı. Bağlanmaq sözü. Gəlin, digər nümunəyə baxaq. Lovğa sözün köküdür. Lovğadan sonra lovğalamaq deyə bir sözümüz olmadığı üçün. Yəni, ladan sonra maqmək deyə bilmədiyim üçün, orada lan bütöv şəkilçidir. Keçək aşağıdakı nümunədə baxaq buna. Yazıram. Salamlaşmaq. Bir də yazıram məktublaşmaq. Salam sözün köküdür. Salamlamaq deyə bilərəm. O zaman la leksik şəkilçi olacaq. Plus ş leksik şəkilçi olacaq. Salamlaşmaq. Ancaq məktublaşmaq sözündə bu hadisə baş vermir. Məktub sözün köküdür. Məktublamaq deyə bir sözümüz olmadığı üçün o zaman məktublaşmaq bu formada olacaq. Yəni, bu bütün sözlərdə belə deyil. Müəyyən sözlər var ki, məsəl üçün, ladan sonra maqmək deyə bilərik, ancaq onlarda landır, laşdır, bunları bütöv götürə bilərik. Məsəl üçün, ona oxşar bir nümunələr yazaq. Bu hissəni silib. Ona oxşar bir nümunələr yazaq. Və həmin sözləri də cümlə daxilində mənasına baxacağıq artıq ki, o sözləri parçalamaq olar, yoxsa yox. Məsəl üçün, 2 nümunə yazaq. Yazıram ki, uşaqlar qarşılaşdı. Bir də yazırıq ki, torpaq qarşılaşdı.
İki dənə laşımız var. Baxın, uşaqlar daşı götürərlər. Daşlamaq feili var. Daşlamaq, daşlaşmaqdır. Deməli, buradakı daş, daşlamaq, daşlaşmaq. Yəni, burada hər hansı bir problem yaranmadı. Ancaq bu hissəyə baxsaq, daş sözün köküdür. Bəs daşlamaq deyə bilirəm axı. Ancaq daşlamaq deyə bilsəm, mən torpağı daşlamıram axı. Yəni, öz-özünə bəlkə. Yəni, burada qarşılıqlı proses baş vermədi. O zaman burada laş bütöv götürüləcək, D qrammatik. Və yaxud da digər nümunəyə baxaq, sulandı sözü var. Əgər desəm ki, bağ sulandı, bağ sulandı. Bir də yazıram ki, göz sulandı, gözüm sulandı. Sulandı. Baxaq, bağ, su, sulamaq, sulanmaq, D qrammatik. Deməli, burada su açarıq, sulayarıq, sulanmış olur. Ancaq burada gözüm, su, sulamıram axı gözüm sulanarkən, aydınmı? Öz-özünə baş verir. Burada la formasında ayırmağımız yanlışdır. D qrammatik. Bəs niyə görə bu lanlaş məsələsini dedik? Çünki burada düzgün ayırmasaydıq, biz mənasına baxsaydıq, gözüm sulandı, öz-özünə proses baş verir desəydik, bu zaman biz bunu qayıdış növü götürərdik. Ancaq burada N şəkilsi olmadığı üçün bu məlum növ sayılacaq və digər növləri də qarşılıqda deyəcək. Feilin qrammatik məna növlərindən digəri də şəxssiz növdür. Şəxssiz növ haqqında biz şəxssiz cümlələr və yaxud da digər feilin qrammatik məna növlərindən digəri də şəxssiz növdür. Şəxssiz növün də şəkilsi şəxssiz növün şəkilsi I+4, bir də I+4 şəkilsidir. Şəxssiz növ nədir? Şəxssiz növ mübtədasız növ deməkdir. Yəni, bu növdə olan feillər olan cümləyə mübtədanın bərpası mümkün deyil. Yəni, qeyri-mümkündür ki, biz ora kim, nə, hara sualına cavab verən bir mübtəda artıraq və yaxud da söz artıraq. Deməli, şəxssiz növ feillərə baxaq, bir iki nümunə çəkək. Əsasən, təsirsiz feillərdən yaranır, təsirsiz olaraq qalır. Bəs bir məsələyə baxaq, bəs təsirli feil nədir, təsirsiz feil nədir? Bir dəqiqə ona baxaq, sonra şəxssiz növ haqqında danışaq. Təsirli feil özündən əvvəl təsirli çallı söz tələb edən feillərdir. Yəni, təsirli çallı söz tələb edirsə bu feillər təsirli feil, yox əgər təsirli çal tələb etmirsə, yəni digər hallarda olan sözlər tələb edirsə, bunlar təsirsiz feildir. Məsəl üçün, nümunə yazaq, oxu feili yazıram, bir də yazıram get. Bundan əvvəlki qoyacağımız sözlər baxaq ki, hansı hallarda olan sözlər olacaq. Məsəl üçün, oxu. Avtomatik ağla nə gəlir? Kitabı oxu və yaxud da jurnalı oxu. Gəlin söz yazaq. Kitab, deməli, özündən əvvəl tələb etdiyi söz təsirli çallı söz olduğu üçün, təsirli çallı söz olduğu üçün, deməli, bu feilimiz olacaq təsirli feil. Get, bundan əvvəl nümunə qoysaq, məktəbə get, şəhərə get, rayona get və yaxud da hansı bir yerə get. Deməli, söz yazsaq, yazaq ki, məktəbə. Yönlü çalda oldu. Təsirli çalda olmadısa, deməli, buradakı feilimiz təsirsiz feildir. Təsirsiz feildir. Yəqin ki, aydın oldu təsirli, təsirsiz feillərimiz. Bunlar orta məktəb proqramında yoxdur, ancaq bizə qrammatik məna növlərini tapmaqda müəyyən qədər köməkliyi olur. Məsəl üçün yazaq, ən çox şəxssiz növdə olan feillər baxıldı, məsəl üçün rast gəlindi, və s. və ilə axır. Deyir ki, bu məsələyə və yaxud da bu məsələyə baxıldı. Baxıldı. Şəkilçini gördükmü? Bəli, şəkilçini gördük. Birinci şəkilçiyə baxırıq. Sonra təsirli, təsirsiz məsələsindən burada baxmaq lazımdır. Baxmayan, baxıl nə et? Aydın, təsirsizdən yaranır, təsirsiz növ oldu. Aha, deməli, gəlin cümləmizə baxaq. Görək bura kim, nə, hara sualına cavab verə bilən bir söz qoya bilərikmi? Kim bu məsələyə baxıldı, nə bu məsələyə baxıldı, olmaz. Deməli, buradakı feilimiz şəxssiz feildir. Ümidvaram ki, bu qədər şəxssiz növ haqqında danışmaq bəs eləyər. Keçək digər məna növlərinə baxaq. Feilin digər məna növlərindən biri də icbar növüdür. İcbar növü haqqında danışaq, sonra qarşılıq bilgəç növ haqqında danışarıq. İcbar növ şəkilsi D+4
bir də T şəkilçisidir. Bunlar təbii ki, leksik şəkilçilərdir. İcbar növdə feillər təsirli feildən yaranır, təsirli feil olur. Təsirli feildən yaranar, təsirli feil olur. Birinci buna baxmaq lazımdır. Bir də icbar növdə işi subyekt özü görmür. İşi sanki kiməsə gördürür. Yəni burada ikinci bir şəxs də var. İkinci bir şəxs də var və bunlar icbar növü olur. Məsəl üçün yazıram ki, yazdır və yaxud da sildir. Bu kimi feillərə baxaq. Yaz nəyi? Təsirli feil. Yazdır nəyi? Təsirli feil. Təsirli feildən yarandı, təsirli feil oldu. Məktubu deyirəm kiməsə yazdır. Yəni məktubu yazan şəxs mən deyiləm. Mən məktubu kiməsə yazdırıram. Bu işi kimsə icra edir. Məktubu yazan bir başqa şəxsdir. Və yaxud da sildir. Sil nəyi? Sildir lövhəni. Deyirəm ki, lövhəni sildir. Mən özüm silmirəm lövhəni və yaxud da subyekt özü lövhəni silmir, lövhəni kiməsə sildirir. Deməli, təsirli feildən yarandı, təsirli feil oldu. Birinci məsələ buna diqqət etmək lazımdır. Məsəl üçün digər bir feilə baxaq. Yazırıq ki, sustur. Sus neyid? Sustur kimi. Deməli, təsirsizdən yarandı, təsirli oldu. Aha, burada bizim şərtimizi ödəmədiyinə görə susturmaq feili daha doğrusu icbar növ sayılmır. Biz bunu məlum növ götürəcəyik. Bəs biz bunu icbar növə çevirə bilərikmi? Bəli. Necə çeviririk? Əgər bundan sonra bir dənə də yazsam ki, susturt T şəkilçisini əlavə etsəm, o zaman bu icbar növ olacaq. Çünki sustur təsirli feilindən susturtmaq təsirli feili yarandı. Aha. Deməli, sonra növbəti bir məsələyə baxaq. İcbar növlərdə. Bir də bildirmək feili var ki, orada bax, bunu da yadda saxlaya bilərik. Bildirmək feili, bildir. Təsirlidən yaranır, təsirli olsa da bildirmək feili məlum növdədir. Bəs niyə görə? Şəkilçimiz var idi, dörüstüdür, təsirlidən yarandı, təsirli oldu. Ancaq burada bildirməkdə bir də şəkilçini tapdıq, təsirli məsələsinə baxdıq, bir də mənasına baxmaq lazımdır. Orada hər hansı işi bildirən subyektin özüdür. Yəni kiməsə bu işi gördürmür. Ona görə bildirmək feili icbar növdədir. Qarşılıq birgəliş növ nədir? Qarşılıq birgəliş növdə ən azı bir iki şəxs olmalı ki, burada hadisələr ya qarşı-qarşıya ya da birgə şəkildə proses baş versin. Qarşılıq birgəliş növün birgəlik növün şəkilçisi üç üssü 4, bir də Ş şəkilçisidir və bunlar leksik şəkilçilərdir. Gəlin baxaq nümunələrə. Yazaq ki, salamlaşma. Salam sözün kökü salamlamaq, salamlaşma. Ş şəkilçisini gördükmü? Deməli, qarşılıq növdədir və yaxud da qarşılıq birgəliş növdədir. Bunlar bir yerdə də soruşula bilər. Qarşılıq birgəliş növdə olan feilləri də seçin və yaxud da qarşılıq növdə və yaxud da ayrıca birgəliş növdə olan feilləri seçin. Bununla bağlı məsələyə də gələcək indi. Və yaxud da yazaq ki, görüşmək feili. Görməkdən görüşmək feili yarandı. Mən yazdım ki, biləsiniz ki, bu feil, çünki görüş ismi də var. Deməli, görüşmək qarşılıq birgəliş növdədir. Və yaxud da dalaşmaq feilinə baxaq. Dalamaq feilindən dalaşmaq feili yarandı. Şəkilçisini gördükmü? Mənasına baxırıq. İnsanlar dalaşarkən və yaxud da görüşərkən bu proses ya qarşı-qarşıya baş verir, ya da birgəliş şəkildə baş verir. Gəlin qarşılıq birgəliş növə baxaq, biz bunları necə fərqləndirə bilərik? Qarşılıq növdə əsasən təsirli feildən yaranır, təsirsiz feil olur. Birgəliş növdə isə təsirsizdən yaranır, təsirsiz olur. Gəlin nümunə olaraq baxaq. Məsəl üçün yazmışdıq bayaqlarım. Salamlaşmaq. Salamla kimi təsirli, salamlaş nəyi? Təsirsiz. Təsirlidən yaranır, təsirsiz oldu. Deməli, qarşılıq növdədir. Və yaxud da təsirsizdən yaransın, təsirsiz olsun. Yazaq ki, ağlaşmaq. Aha, ağlamaq sözün köküdür, ağlaşmaq. Təsirsizdən yarandı,
və təsirsiz oldu. Bu məsələyə baxaq. Şəkilçini gördükmü? Bəli, şəkilçini gördük. Prosesin indi mənasına baxaq. Təsirsiz yəni təsirsiz olub. Mənasına baxaq. Ağlaşarkən və yaxud da gülüşməkdir, ağlaşmaqdır. Bunlar qarşı-qarşıya baş verməz. Bircə şəkildə baş verir. Deməli, bu cür feillər də bircə növ feillər sayılır.